Hər kəsə salam qızlar, necəsiz? Deməli, bugünkü vlogumuz həm makyaj masamı düzənləmə, təmizləmə, yəni təmizlənmək vaxtı gəlib artıq buranın. Həm də makyaj masamda nə var vlogu olacaq. Yəni ikisini bir arada edəcəm. İlk öncə buraları qəşəng bir düzənləyəcəyik, təmizləyəcəyik, tərtəmiz olacaq hər şey. Sizlə bir yerdə təzədəndən yerinə yerləşdirib yığıb, ondan sonra ən sonunda da ümumi makyaj masamda nə var videosunu çəkəcəm və hamısını bir vloga vuracağım. İndi isə getdik. Onu qızlar belə göstərirəm. Yəni məni o satqınlayıb top ateşinə tutmayın da bu nədir? Qeyd edim ki, burada biz gündəlik nə hazırlaşırıqsa edib tökmüşəm bura. Plus da buranı hər gün mən burada nəsə hazırlaşdım, hazırlaşmadım, istifadə etdim, etmədim. Məryəm mütləq ki buranı qarışdırır da. Yəni mümkün deyil ki qarışdırmasın. Buranı hər gün Məryəm buranı qarışdırır. Ay mama bu nədir? Bunu mənə də ver. Mama burada nəsə yeni bir şey gördüm. Mama onu gördüm. Mama bunu gördüm. Yəni nəticə son olaraq belə olur. Ona görə ümumilikdə əvvəlki halı budur. İndi son halını da göstərəcəm. Uyğun qiymətli parfümlərdən ən qalıcı olanları göstərirəm sizə. Deyirəm qoy arada məlumat da verim. Baxın bu Chanel'in qoxusudur. Baxın mənim bu parfümümlə qoxusu demək olar ki, birə-bir eyni Victoria's Secret'in bu parfümü ilə eyni qoxudadır. Qiyməti uyğundur, amma qalıcılığı möhtəşəmdir. Görürsünüz bitirmişəm. Az bir şey qalıb içərisində. Daha sonra uyğun qiymətli parfümlərdən bu var. Biolis markasınındır. Yasəmən qoxulu olanıdır bu. Fərqli qoxuda olanlar da var. Çox qəşəngdir. Mən yasəmən qoxusu sevdiyim üçün belə bir yasəmən qoxulu başqa bir parfüm de götürmüşəm. Daha sonra belə bir parfümüm var. Bunların hər birinin qiyməti 5 manatdır qızlar, amma qalıcılıqları çox fərqlidir yəni. Bunu da göstərəm. Bu da Məryəmdir qızlar. Bayaqki Biolis parfümünün bu növüdür. Bu da Məryəmindir. Bunlar 5 manatdır dediyim kimi, amma qalıcılıqları çox möhtəşəmdir. Və bu 5 manat olan parfümün bir də belə bir növü var. Libre növü var. Ne görürsünüz? Bunda yarıya qədər işlətmişəm.
Evet. Ne zaman? Sürmeye koyayım onu alta. Benim bacımda benim koyacağım ortaya. Biraz da yapayım. Yok aşkım. Kurulmuş. Ne masal? Ne masal değil? Kamera var. Aa, ne güzeldi. Güzel götürüyorum sanki. Biraz da böyle minik kutusunda kalsın. Minik kutusu. Resmi istiyorum. Ana. Su. Dedi. Canım yoksa kalsın. Evet. Açıkçası bakın güzel. Gösterelim. Buranı düzeltiren bakın bu lip glossumdu. Yeni gelen. Burada yeni gelenlerden bile bir lip glossum var.
Şurada. Onu bırak ya. Sana. Öyle güzel. Ana. Sırga. Al götürün bunları. Götür gitme. Bakın burada. Getirdim belki kızlar içerisi görünsün. Burada Vallahi ne? yok. Bakın da mən bundan həvəskar olduğumu deyirəm qızlar. Diqqət xəstəliklərim var. Görə səhərdən məhsullarımı düzənləyirəm. Özünüz də görürsünüz ki, bax, bura mənim öz şkafımdır da, başqasının şkafı deyil. Yəni bunlarda görürsünüz hamısı cicili bicili məhsullardır. Yəni birdən bir çoxsu yazır, mən əsəbləşirəm. Hə, aşkım. Yazırlar, əsəbləşirəm. Uşaq məhsulları satırsınız. Nə bilim, nə edirsiniz? Uşaq məhsulları deyil, qızlar. Bu qız nəşəsi deyilən bir şey var. İndi onu başa düşən düşsün. Ruhu 60 yaşında olan düşünür, özü bilər. Düşməsin. Yəni bizdə belədir, qız nəşəsi. Bütün məhsullarımız cicili bicilidir. Və maşallah olsun da, bəyənilir də, alınır da. Bax, 30 yaşında xanımam, 30 yaşım olacaq. 2 dənə də evladım var, bax, güzgüdür, özüm üçündür. Görürsünüz, yəni bu o demək deyil ki, məhsullar uşaq üçündür, uşağa aiddir. Xeyr, qətiyyən. Elə bir şey yoxdur. Yəni bütün məhsullardan görürsünüz ki, özümüz də sevə-sevə istifadə edirik, götürürük. Yəni bunu ancaq bu ruhunda o qız nəşəsi deyilən duyğusu olan qızlar başa düşər də. Belə bu ruhu 60 yaşında qadın olanlar başa düşməz. Qız nəşəsi nə deməkdir? Onlar buradan çəkiləsən, Məryəm, çəkiliş eləyirəm. Kızı bak içinde tuz olmuş ki. Baxın qızlar, belə bulyoklarım var. Mən bulyok xəstəsiyəm. Səhərdən yəqin ki, görürsünüz də fərqli-fərqli bulyoklar çıxıb buradan. Bakın o buyruk. Al. Ya on demirəm bu. Ben olan. Yalla. Su. Güzel. Çekeyim. Bu da qızlar maskalarımdır. Məni tanıyanlar bilir ki, mən maskasız qala bilmirəm. Bu da belə saç maskalarımdır, gözaltı payçilərimdir. Və hamısı Lola Cosmeticsindir vallahi. Kənardan heç nə almırıq, hamısı öz məhsullarımızdır. Altına mən maskalar. Hamısı Lola Cosmeticsindir, hamısı. Onu da ben getirdim. Onu qoyaq bura. Yox qızım, o sənin heç bir şey deyil, gözaltı. Sənin bir şey. Bir de bu götürmedi. Bu qızlar belə aksesuar, bijuteriya sürməkdir. Amma buranı tam düzəltməyə vaxtım yoxdur. Ona görə vaxtım yoxdur. Vaxtım yoxdur ki, sabaha qonaqlarımız var. Artıq yekünlaşıb yeməyi bişirməliyəm. Kapki kanı. Burada. Hadi. Isırın. Hemen.
Qızlar, axırıncı toxunuşlar edirəm. Bir dənə bu sürməmlə. Bu sürməm qaldı. Hansı ki sərgiyə salmadım. Onu da artıq buraya yoruldum. Alınmır. Çünki sabah evə qonaq gələcək. Belə ümumilikdə göstərim sizə. Bu mənim makyaj masamdır. Belə göstərim sizə. Makyaj masamda deməli. Belə çevirim. Deməli, makyaj masamda qızlar. Makyaj masamda nə var? Baxın bu. Bu mənim orqanayzerimdir. Burada parfümlərim, glosslarım olsun. Baxın bu şəkildə. Bunlar sırf parfüm, bədən spreyim, bədən losyonum. Burada yenə parfümlərimdir. Burada sırf brend parfümlərimdir. Bu məsələn münasib qiymətli parfümümdür. Daha sonra burada yenə parfümlərim, glosslarımdır. Bu münasib qiymətli parfümümü qeyd etdim. Bir də buradakılar münasib qiymətli parfümlərimdir. Hamısı hansı ki bunları gündəlik istifadə edirəm. Bunlar mini çantalıq parfümlərimdir. Çantaya atdıqlarımdır. Bu şəkildə. Daha da detaylı inşallah bir gün çəkərəm. Burada nə var belə ümumi göstərim. Burada yoldaşımın sırf Rexonasıdır, nə bilim parfümüdür, üzüma köpüydür. Burada daraqlardır. Burada mənim özümün spreylərimdir. Bir parfümüm də buradadır, Quchiraj. Əvvəllər sevmirdim bu parfümü, sonradan sevməyə başladım. Burada belə bir saç maskam var. Bunu yəni çox baha almışam qızlar. Bahalı bir markadır. Amma görürsünüz ki buradadır. Buradadırsa deməli istifadə etmirəm. İstifadə edəndə hamama qoyuram. Niyə? Çünki bəyənmədim çox. Yəni verdiyim pula dəymədi. 75 manata falan sifariş etmişdim. Amma dəydi mi? Xeyr, dəymədi. Zəncəfil maskası bundan qat-qat gözəldir. Burada tempalitlərim, ənliklərim, burada fırçalarımdır. Burada belə tonal kremlərimdir. Hansı ki bunlar günlüklər deyil. Günlük olanları Kaldora yığmışam. Kaldorda da gündəlik istifadə etdiklərim. Burada daha çox ağır tonda olanlardır. Toya, ziyafətə gedib eləyəndə, restorana falan gedəndə. Burada pomadalarım, lip glosslarımdır. Burada dodaq qələmlərim, burada linerlərim, maskaralarım falan da bu şəkildə. Burada şaymerim var. Burada deməli var sponcum. Buraları düzəltməliydim ki, hansı ki buraların bu ikisi də hər biri aksesuardır. Açarım sumkaya asarım. Burada kaş lokum var. 2 dənə yeni kaş lokum var. Burada burluklar, yeni lip glosslarım falan da hansı ki istifadə etdiklərimin stokudur. Məsələn, bundan var stokda. İstifadə edirəm. Bir tane də yeni stokumu açacağım. Burada belə ümumilikdə eynəyim. Bu Rodun kabrosudur. Orijinalda dedim ki alt class falan değil. Burada isə ümumilikdə bayaq göstərdim. Maskalarım, dırnaq aksesuarlarım falan da. O sürmələri də göstərdim ki düzəltməmişəm. Qaldı sabaha. Yəni buradan baxanda çox asan görünə bilər qızlar, amma bu tip videolar çox çətin olur. Həqiqətən də çox yorucu olur. Dediyim kimi qonağım da var. Əslində bir dənə belə bir makyaj masamda nə var çəkmişdim. Video ürəyimcə olmadı deyə o video yəni getdi işinə. Sildim onu çünki çox qaranlıq düşmüşdü. Ona görə düşündüm ki ikinci bir makyaj masamda nə var çəkim. Bu daha çox makyaj masamda nə vardan çox makyaj masamı düzənləmək oldu, amma eybi yoxdur. İnşallah bir gündə sırf makyaj masamda nə var bir məhsullar göstərə çəkməyə çalışaram. Bugün ancaq bu qədər eləyə bildim. Ümid varam ki, vlogumu sizlər üçün maraqlı oldu. Hələlik.